çox maraqlı bir sual-cavab analiz edəcək. Vüqar Biləcərinin dərin misralarını, şeirlərini, sözlərini hamımız heyrətlə dinləmişik. Amma bu dəfə həqiqətən də möcüzəvi bir şəkildə, anında, qısa müddətdə çox dərin düşünülərək verilən bir cavabı analiz edəcək. Bu misralar Vüqarın çox dahi bir şair olduğunu bir daha sübut edir. Dinləyək. Dinlən görüm hansı rəqs havasıdır, sevinc olur kədərlə eyni vaxtda. Sən dedi gün hava olubdu vağzalı, şərbəti var zəhərlə eyni vaxtda. Sual. O hansı rəqs havasıdır? Sevinc olur kədərlə eyni vaxtda. Sevinc və kədərin eyni anda yaşanması. Bu artıq adi rəqs havasından fərqli, dərin məna daşıyan bir melodiyanın axtarışıdır. Cavab, sən dediyin hava olubdur vağzalı, şərbəti var zəhərlə eyni vaxtda. Burada şair sadəcə musiqinin adını demir, həm də onun emosional mahiyyətini izah edir. Vağzalı Azərbaycanda gəlinin ata evindən bəy evinə yola salınarkən çalınan ənənəvi musiqidir. Bu musiqi yeni bir ailənin qurulması, gənclərin xoşbəxt gələcəyə addım atması sevincini təmsil edir. Eyni zamanda, qızın öz doğma ocağından, ailəsindən ayrılmasının kədərini, həsrətini ifadə edir. Bu səbəbdən vağzalı həm toyun ən şad, həm də ən qəmli anı hesab edilir. Şərbəti var zəhərlə eyni vaxtda. Bu ifadə şairin misrasının ən dərin qatıdır. Şərbət, şirinlik yeni həyatın başlanğıcı, xoşbəxtlik və sevincin ləzzətidir. Zəhər, acılıq isə keçmişdən ayrılmanın, ata ocağından uzaqlaşmağın, bəlkə də gələcəyin qeyri-müəyyənliyinin gətirdiyi ağrı və kədərdir. Burada şairin düşüncəsi sadəcə musiqi növünü tapmaqdan kənara çıxır. O həyatın özünün fəlsəfi təhlilini verir. O vağzalı havasını insanın keçid mərhələsindəki hisslərin qarışığı kimi təqdim edir. Bu cavab vağzalının simvolikasını sevinc və kədərin birləşməsi kimi göstərir. Bu da dərin bədii və fəlsəfi baxışın nəticəsidir. Vüqara deymirəm Allahın bəlasıdır, əsas məsələ elə bu işin sonrasıdır. Dinlən görüm hansı rəqs havasıdır, sevinc olur kədərlə eyni vaxtda. Sevinc olur kədərlə eyni vaxtda, təbim gəlib hünərlə eyni vaxtda. Elə vüqardı meyxana ağsaqqalı, bunun bilinmir havalı inandalı. Sən dedi gün hava olubdu vağzalı, şərbəti var zəhərlə eyni vaxtda.